Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz informatika 1-ci sinifdən dərs 5. Yuxarı, aşağı, sağ və sol dərsidir. Hansı uşaq ən yuxarıda dayanıb? Gəlin baxaq görək, ən yuxarıda dayanan uşaq hansıdır? Ən yuxarıda dayanan uşaq əlbəttə ki budur. Sonra bu, ən alçaqdakı isə budur. Belə. Ən aşağıdakı uşaq hansıdır? Göstərdim. Budur. Yuxarı, sol, sağ, aşağı. Bəli, uşaqlar, yuxarı və aşağı ümumiyyətlə dəyişən bir simvol deyil. Yəni onsuz da bilirsən ki, sənin baş hissən yuxarı, ayaq hissən isə aşağı vəziyyətdə olur da. Yəni burada heç bir şey dəyişmir. Amma sağ və sol dəyişə bilir. Yəni baxır hansı tərəfə baxırsan. Yəni məsələn, sən mənim qarşımdasansa, mənim sol tərəfim sənin sağ tərəfinə gəlir, uyğun gəlir. Sənin sol tərəfin isə mənim sağ tərəfimə gəlir. Yəni belə bir uyğunluq var. Aha, fəaliyyəti özünüz eləyə bilərsiniz. Məncə bu asan məsələdir. Gəlin tapşırıqları eləyək. Bağa belə hərəkət etdi. O, hansı xanaya çatdı? Gəlin baxaq. Gəlin baxaq. Amma rənglərlə eləyəcəm də. Bu dəfə tamamən fərqli bir rəng olsun. Bu dəfə olsun rozvi. Baxın, 3 yuxarı hərəkət eləməlidir. 1, 2, 3. 2 də sağa. 1, 2. Deməli, bağa bu xanaya çatdı. Bu rənglədiyim xanaya. Başa düşdünüz uşaqlar? Bax belə. Davaydı. Sonra otaqda hansı əşyalar var? Gəlin baxaq. Masaya görə əşyaların yerini müəyyən edin. Masanın solunda Masanın solunda divan var. Masanın sağında şkaf var. Masanın qarşısında pərdə və ayna var. Masanın arxasında stul var. Masanın yuxarısında lampa var. Masanın aşağısında xalça var. Xalçanı da gördünüz də uşaqlar. Belə. Dediyim kimi, masanın solunda kreslo, sağında şkaf var. Qarşısında ayna və pərdə, arxasında stul var. Üstündə lampa var, aşağısında isə xalça var. Gəlin özümüzü yoxlayaq olan hissiyyə də keçid alaq. Özümüzü sarı rəngli düzbucaqlı formalı əşyanı tapın. Birincisi uşaqlar, sarı rəngli olan, bu sarı rəngli deyil. Düzbucaq bizdən qalır birinci və üçüncü. Bizdən düzbucaqlı formasını istəyir. Bu üçbucaqdır. Bu olmaz. Deməli düzbucaqlı olan budur. Növbəti fiqur nə olmalıdır? Bir düzbucaqlı gəlib, sonra gəlib nə? Üçbucaq, sonra düzbucaq, sonra üçbucaq, yenə düzbucaqlı gələcək. Amma qırmızı rəngdə. Belə uşaqlar. İki əşya arasındakı fərqi tapın. Birinci sarı rəngdədir, ikincisi yaşıl rəngdədir. Belə. Dördüncü suala baxaq. Ağacdan sağda nə yerləşir? Ağacın sağında bir ördək var. Solunda isə pişik var. Bizdən soruşur sağda nə yerləşir? Ördək. Sual 5. Verilmiş əlamətə görə heyvanı tapın. Boz rəngdədir. Boz rəngdə deyirsə boz olmayanı çıxırıq. Balaca quyruğu var. Canavardan qorxur. Pişiyin uzun quyruğu olur uşaqlar. Canavardan qorxan fil canavardan qorxa bilməz. Deməli bu nədir? Dovşandır. Belə. Artıq əşyanı tapın. Gəlin artıq əşyanı tapaq. Çaynik, fincan. Bu torta da oxşuyur uşaqlar. Tam bilmədim. Qazana da oxşuyur. Yəni ki, mətbəx ləvazimatıdır. Amma burada top fərqli mənadadır. Yəni topun heç bir əlaqəsi yoxdur. Deməli artıq olan nə oldu? Top oldu. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız uşaqları. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik uşaqlar. Hələlik.